Metroda Əhmədlidən Dərnəgülə necə gedəcəyi? Rəsmi açıqlama gəldi. Mətbuatda 28 may stansiyasının bağlanacağı barədə xəbərlər yayılıb. Sosial şəbəkələrdə də söz gedən mövzu ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, ildə yeraltı nəqliyyatdan 220 milyondan çox sərnişin istifadə edir. Yəni metroya hər daxil olan, çıxan hər bir şəxsi hesablayıb ümumi rəqəm budur. Qırmızı xətt və yaşıl xəttin birləşdiyi 28 may isə ən çox sərnişin qəbul edən stansiyalardan biridir. Stansiyanın bağlanması barədə xəbərlər narahatlığa səbəb olub. Modernazın məlumatına görə rəsmi açıqlamada bildirilir ki, 28 may stansiyasından qatarların Dərnəgül stansiyası istiqamətində hərəkətinə məhdudiyyət qoyulacaq. Buna səbəb Cəfər Cabbarlı Nizami mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşasıdır. Biz bilirik ki, məsələn 28 maydan Şah İsmayıl Xətaiyə getmək üçün Cəfər Cabbarlıya keçid edirdik və oradan gedirdik. Tunelin inşasına bu ilin son rübündə başlanması nəzərdə tutulub. Qeyd edək ki, son rüb dedikdə ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur. Bakı metrosundan verilən açıqlamada həmçinin qeyd olunub ki, 28 may stansiyasının sərnişinlərin giriş-çıxışına bağlanması nəzərdə tutulmayıb. Qatarlar İçərişəhər Əhmədli xəttinə aid adi qaydada hərəkət edəcək açıqlamada belə bildirilib. Açıqlamadan məlum olur ki, Əhmədlidən əslində Həzaslanov stansiyasından, yəni o xəttdən İçərişəhərə hərəkət edən sərnişinlər üçün hər hansı çətinlik olmayacaq. Dərnəgüldən Əhmədli istiqamətinə və əksinə gedən sərnişinlər isə çətinliklə üzləşəcək. Belə ki, Əhmədli istiqamətindən gələn sərnişinlər 28 mayda düşməli olacaqlar. Onlar hələlik məlum olmayan yolla Nizamiyə getməli, həmin stansiyadan Dərnəgül istiqamətində davam etməlidirlər. Dərnəgüldən gələn sərnişinlər isə eyni qaydada Nizamiyə qədər getməli, oradan hələlik məlum olmayan yolla 28 may stansiyasına getməli və bu stansiyadan yoluna davam etməlidir. Dərnəgüldən gələn sərnişinlər isə eyni qaydada Nizamiyə qədər getməlidir. Nizamidən 28 may stansiyasına sərnişinlər necə hərəkət edəcəyi hələlik məlum deyil. Rəsmi açıqlamada bildirilib ki, 28 may və Nizami stansiyalarından bir-birinə keçidin yaxud transferin təşkili ilə bağlı əlavə tədbirlərlə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə bu tədbirlər barədə məlumatlar təqdim olunacaq. Müzakirə olunan mövzuları dəqiqləşdirmək üçün Modernaz məsələ ilə bağlı Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibinə bir sıra suallar ünvanlayıb. Mətbuat katibi açıqlamasında bildirib ki, 28 may stansiyası da daxil olmaqla heç bir problem stansiyalarda yaşanmayacaq. Ümumiyyətlə 28 may stansiyasının bağlanması günün mövzusu deyil. Stansiyanın bağlanacağı ilə bağlı məlumatlar hardan çıxıb, hardan meydana gəlib bilmirəm. Xətlərin ayrılması üçün zəruri olan təxminən 200 metrlik tunelin inşası zamanı 28 may stansiyası öz funksional fəaliyyətini davam etdirəcək. Lakin qatarlar 28 may stansiyasından indiki kimi üzü Nizami istiqamətində hərəkət etməyəcək. Yəni 28 maydan Dərnəgül istiqamətinə qatarların hərəkəti məhdudlaşdırılacaq. Yaşıl xəttdə qatarlar hərəkət edəcək. Tunelin inkişafı dövründə qatarlar Dərnəgül Nizami arasında hərəkət edəcək. Birinci mərhələdə əsas məsələlərdən biri Dərnəgül elektrik deposunun birinci mərhələ üzrə işlərinin tamamlanmasıdır. Bununla bağlı məsələlərə aydınlıq gətirildikcə ictimaiyyətə tam məlumatlar təqdim ediləcək. Bütün məlumatlar operativ şəkildə veriləcək ki, hər hansı bir əlavə problem yaranmasın. Mətbuat katibi bir daha vurğulayıb ki, 28 may Nizami stansiyaları arasında sərnişinlərin transferini təmin etmək üçün tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Sitat, qatarlar indiki kimi İçərişəhər Əhmədli istiqamətində qatar necə gedib gəlirdisə, orada hər hansı dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə o olacaq ki, 28 may ilə Dərnəgül istiqamətində qatarların hərəkəti məhdudlaşdırılacaq. Dərnəgül istiqaməti, yəni İnşaatçılar Elmlər Akademiyası 20 yanvar Azadlıq o xətti, qırmızı xəttdən yaşıl xəttə yaxud 28 may Nizami stansiyaları arasında isə metro sərnişinlərinin transferini təmin etmək üçün əlavə tədbirlər barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək və hələ ki bildirilmir 28 may metrosu nə vaxt bağlanmayacaqsa da orada təmir işləri nə vaxt gedəcək, ümumiyyətlə bu proses hələ nə vaxt başlanılacaq, bu barədə də hələlik dəqiq məlumat yoxdur. Daimi izləyicilərimiz bilirlər, bizim bir müddət öncə yuxarıya da əlavə elədim, daxil olub baxa bilərsiniz. Metro xətləri ilə bağlı, Bakı metro stansiyası ilə əlaqədar, ümumiyyətlə Asiyada metro stansiyaları ilə əlaqədar hətta bizim yenə yuxarıda əlavə elədim. Ümumiyyətlə metro mövzusunda bizim bir neçə podkastlarımız olub, videolarımız olub. Həmişə tövsiyə eləmişik və bu dəfə də mən şəxsən istəyərdim ki, Dərnəgüllə Koroğlu və yaxud da 28 may ilə Həzaslanov birləşsin və yaxud da 28 maydan üzü sahilə tərəf sahil metrosu ilə Həzaslanov, belə deyək 8 noyabr prospekti ilə birlikdə, yəni o xətt üzrə birləşsin və yeni stansiyalar yaradılsın, amma bu stansiyalar elə yerlərdə yaradılsın ki, daha çox insanların digər metrolarla məsafəsi yaxınlaşsın. Yəni məsələn, Həzzaslanovdan Koroğluya gəl, oradan bir də get
Dərnəgül xətti ilə çıx azadlığa, amma bir də var ki, Koroğludan birbaşa Dərnəgül azadlığa gedəsən, hardasa Ulduz metrosundan keçərək və yaxud da yeni bir xətlə. Bu daha məncə məntiqli və daha gözəl olar. Ən əsas məsələ budur ki, metroda sürət biraz artırılsın. Yəni dəqiqə məsafəsi mən bildiyim qədərilə bir metrodan digərinə 2-3 dəqiqə intervalındadır və həmçinin qatarların belə deyək, vaxt belə deyək, tez keçsin. Və əsas məsələ də budur ki, tez-tez qatarlar gəlsin ki, sıxlıq azalsın. Yəni çox gözləməsinlər də imkan dərəcəsində. Əgər bu alınırsa, bir də dediyimiz kimi yeni metro xətləri və yaxud liniyaları salınsın, daha da metro stansiyaları arasında əlaqə yaxınlaşsın. Mənim bu günə deyəcəklərim bu qədər idi. Sizin bu mövzu barədə əlavə düşüncələriniz varsa, rəylərdə yaza bilərsiniz. Özünüzə yaxşı baxın. Hələlik.